İmtahana az qalmış, gəlin bəzi vacib sualların sürətli bir şəkildə həll qaydasını sizlə birlikdə təkrarlayaq. İmtahandan artıq bilirik ki, ilk cəhdimizdə belə bir sual forması olmuşdu. Bu biraz fərqli formasıdır, amma mahiyyət eynidir. Ədədin sonundakı 8 rəqəmini əvvələ keçirdikdə. Bilmirəm hansı ədəddir bu. ABC nöqtə nöqtə sodu bilirəm ki, sonu 8-dir. Bu 8 rəqəmini əvvələ keçirəndə ədəd bilirəm ki, artıq 8 ABC formasına başlayacaq. Harada bitir bilmirəm. Və ədəd deyir ki, 5 dəfə böyüyəcək. Deməli, əvvəlki ədədi 5-ə vuranda yeni ədədi almış oluruq. Məlum məsələ, əgər biz sonundan başlayıb 8 vur 5, 0 yazaq 4 yadda, eləyib əvvəlinə doğru gəlməyə çalışsaq, nə qədər vaxt itirəcəyik? Ona görə sonundan başlamırıq. Niyə? Onsuz da bizə həmin ədədin ikinci və dördüncü rəqəmi, əvvəlindəki rəqəmlər lazımdırsa, onda artıq məşqdə vaxtında çubuqlu bölməmizi yadımıza salırıq. Bilirik ki, biz əgər əvvəldəki rəqəmləri, ikinci və dördüncü rəqəmi tapmaq istəyiriksə, niyə bunu alt-alta vurub bura qədər gələk ki? Elə ən yaxşısı, yekun ədədimizi 8, ABC, hara qədər gedəcək bilmirəm, ədədini 5-ə bölərik və nəticədə ABC, nöqtə, 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 8 ədədini almış olarıq. Ona görə ən yaxşı həll qaydası bu formada olar deyə düşünürəm. Buradan artıq bölərək davam eləyəcəm. 8-in içərisində 5 neçə dəfədir? Bir dəfə. A oldu 1. Görürsünüz, bir dəfə 5, 5 yazdım bura. A burada 1-dirsə, burada da 1-dir. Artıq baxın, ədədimizin birinci rəqəmi hazırdır. 8-dən 5-i çıxdı, 3 qaldı, 1 düşdü yanına. 31-in içərisində 5 neçə dəfədir? 6 dəfə. 6 dəfə 5 oldu 30. Qalıq qaldı 1. B 6-dırsa, B burada da 6-dır. Görürsünüz, ədədimizin ikinci rəqəmini artıq tapdıq. 6 düşür aşağıya. 16-nın içərisində 5 neçə dəfədir? Təbii ki, 3 dəfədir. 3 dəfə 5, 15. Qalıq qaldı 1. C 3-dürsə, C burada da 3-dür. Ədədimizin 3-cü rəqəmini də tapdıq. 3 düşür aşağıya. 13-ün içərisində 5 neçə dəfədir? 2 dəfədir. 2 dəfə 5 oldu 10. Qalıq qaldı 3. Artıq növbəti rəqəm 2-dirsə, burada 2 olur. Görürsünüz, burada 2 olur. Və nəticədə 4-cü rəqəmimizi də tapmış oluruq. Təbii ki, bundan sonrasını artıq davam etmək məcburiyyətinə deyilik. İstəsək uzada-uzada gedə bilərik. Bizə lazım idi ikinci və dördüncü rəqəmlər 6 və 2. Bunları bir-birinə vuranda eləyir 12. Sualımızın cavabını sadə bir şəkildə tapmış olduq.